Xoruldayan insanlar hətta maşın idarə eləməkdə belə çətinlik çəkirlər. Hətta infarkt riskini artırmış olur. Mənə deyirlər ki, çox xoruldayırsan, amma mən özüm bunu hiss eləmirəm. Əslində xoruldama çoxlarının sadə baxdığı, amma biz kardioloqlar olaraq çox ciddi yanaşdığımız problemlərdən biridir. Çünki xoruldamağın altında yuxu apnosu dediyimiz çox ciddi bir xəstəlik ola bilər. Mütləq bu araşdırılmalıdır. Yuxu apnosu özlüyündə arterial təzyiq xəstəliyini 2-4 dəfə, insult riskini 2-4 dəfə, hətta infarkt riskini artırmış olur. Və onu qeyd edeyim ki, xoruldayan insanlar hətta maşın idarə eləməkdə belə çətinlik çəkirlər. Çünki xoruldayan insan yuxusu tam olmur, rahat olmur. O insanların çoxu yuxudan gümrah ayılmırlar və buna görə də günorta vaxtı maşın idarə edən zaman yuxulama və diqqətsizlik problemləri onlarda daha çox rast gəlinir. Ona görə əgər sizdə də ciddi bir xoruldamaq problemi varsa, özünüz hiss etməsəniz belə, ətrafdakılar bunu sizə söyləyirlərsə, mütləq şəkildə yuxu testi dediyimiz testdən keçməyiniz məsləhətdir.